Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı Ağstafa rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayələr yayılmaqdadır. Oxu-Aza verdiyi açıqlamada Alidə Mustafayeva sözü gedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Mediada ayrılmağımız haqqında yayımlanan məlumatlar tamamilə əsassızdır deyə Alidə Mustafayeva qeyd edib. Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub. Müğənni Əlikram Bayramov ilk dəfə vəsiyyətini açıqlayıb. Sənətçi günə uğurla verilişində bütün var dövlətini oğlu Qalibə vəsiyyət etdiyini deyib. İfaçı bildirib ki, Qalib çox yaxşı övladdır və ona həmişə dost, qardaş kimi olub. Əlikram Bayramov son zamanlar oğlunun kirayədə yaşaması ilə bağlı yayılan xəbərlərdən də danışıb. Sənətçi qeyd edib ki, bu informasiya yanlışdır və yeganə oğlu Qalib onunla birlikdə yaşayır.